Deməli, bu dərsimizdə biz nə öyrənəcəyik? Ötən dərsdə biz Office proqramlarının açılma qaydalarını öyrəndik. Bu dərsdə isə biz ümumilikdə Word-ün interfeysi ilə tanış olacağıq. Ümumi interfeysi görək hansı vəziyyətdədir. Hal-hazırda ekranda görürsünüz. Bu bizim üçün Word-ün interfeysidir. Fərqi yoxdur. Siz də sizə öyrətdiyim qaydalardan, yollardan birindən istifadə edərək deməli Word proqramını aça bilərsiniz. Ümumi interfeys ekranda göründüyü kimidir. Mən indi qələmimi əlimə götürürəm və başlayıram burada sizin üçün yazmağa. Burada gördüyünüz ağ sahə iş sahəsidir. İş sahəsi. Yəni mən bütün işimi bu hissədə görürəm. Aydındır? Daha sonra bizim burada yuxarı hissəmizdə, bax bu yuxarı hissə bizdə bütöv şəkildə adlanır nə? Başlıq zolağı. Yəni mən buna nə deyirəm? Başlıq zolağı deyirəm. Başlıq zolağı 3 hissədən ibarətdir. Birinci hissə burada bitir. Aydındır? Deməli birinci hissə harda bitdi? Gəlin mən sizə bir daha ekranı yenidən yeniləyim, göstərim. Baxın, qələmimizi də götürürük. Birinci hissə baxın bu hissədə bitir. Bax buraya qədər mənim başlıq zolağımın birinci hissəsi adlanır. Bu hissəyə mən nə deyirəm? Quick Access Toolbar. Cəld müraciət paneli. Paneli. Aydındır, dərsi sən atacağım ki, səndə qalsın, baxa biləsən. Üzərinə gəlib toxunanda yazılır ora. Quick Access Toolbar, Customize Quick Access Toolbar. Bax, görə bilirsənmi? Customize Quick Access Toolbar. Yəni, cəld müraciət paneli. Cəld müraciət paneli deyəndə nə başa düşürük? Məsələn, tutaq ki, mən bu sənədi yaddaşa vermək istəyirəm və yaxud da mən şriftimi dəyişmək istəyirəm. Quick bunun sözünü seçirəm, bunun şriftini dəyişmək istəyirəm. Baxın, burada mənim üçün yerləşdirmişəm şriftləri. Ctrl-Shift-F. Gəlib burada istənilən şrifti seçə bilərəm. Aydındır. Bunun buradan yolu var, Moonlight tabından. Amma bu daha rahatdır da. Cəld formada əmrlərə tez çatıram. Və yaxud da deməli format pointeri yerləşdirmişəm. Undo redo, qayçı şarjeni kəsmək. Burada sola doğru düzləndirmə Ctrl L. Yəni mən bunları daha belə deyək də, hansı əmri daha çox istifadə edirəmsə, mən onu orada yerləşdirmişəm. Bəli. Əla, bunu bildik. İndi məsələ nədir? Mən gəlirəm sizin üçün bir dənə sıfırdan ağ bir Word sənədi yaradıram. Bunu necə elədim? Deməli, ümumilikdə biz deyirik ki, Word sənədini yeniləmək üçün yeni Word sənədi, baxın qeyd edirəm, yeni Word sənədi, nəyi sənədi, səhifə demirəm, sənədi açmaq üçün Ctrl plus N-dən istifadə edirəm. Ctrl plus N nə iş gördü? Yeni sənəd yaradır. Aydındır? Yeni sənəd yaradır. İndi mən sizin üçün yeni bir sənəd yaratmışam. Ekranda görə bilirsiniz. Mən gəlsəm, Quick Access Toolbarın ən sol tərəfində, bax gör hansı hissədə göstərirəm mausuma? Ən sol hissədə. 2 dəfə mausumu klik eləsəm, proqramı bağlanmış olacaq. Hal-hazırda ekranda məni görürsünüz, düzdür? Əla. Deməli, ən sol tərəfdə 2 dəfə klik eləmək proqramı bağlayır. Ondan sonra isə mənim əmrlərim yerləşir burada. İndi məsələ nədir? Burada görürsən bu üçbucağı. Üzərinə bir dəfə toxunursan, bir dəqiqə ekran paylaşmışam, əmin olun, bəli. Gəlirəm burada, üzərinə bir dəfə klik edirəm. Quick Access Toolbar. Bax, burada mən hansının üzərinə qaliska qoysam, onu ekranda göstərəcək. Məsələn, New ekrana gələcək. Bax, fikir ver, gəldi, New Blank Document. Və yaxud da Open ekrana gələcək. Aydındır? Hansının üzərinə qaliska qoymuşamsa, ekranda görünmüş olacaq. Yaxşı, qaliskaları ümumiyyətlə götürürəm, hamısını. Götürdüm. Burada heç bir qaliska qalmadı, düzdür? Amma burada əmr var. Bəs bu əmrləri biz bura necə gətiririk? More command, daha çox komandalardan. Deməli, buradan buraya qədər komandalardır. Bir dənə more command, daha çox komandalar. Daxil oluram. İstədiyim komandanı nə edirəm? Əkləyirəm, əkləyirəm. Aydın deyir, artıq bu var, bu orada var. Məsələn, var, daha başqasını götürək, bunu götürək, nə bilim, find-i götürək. Ədləmək nədir, əkləməkdir. Və yaxud da üzərinə 2 dəfə toxunduqda öz avtomatik düşmüş olur. Gəlirəm, OK düyməsini vururam. OK vururam və əmin əmrləri orada görə bilirəm. Gördüyümü? Quick Access Toolbarda. Görə bildik? Gördük? Ay sağ. İndi məsələ nədir? Bunu necə elədik? Bax, gələn dəfə sən necəysən bunu? More commanddan. İndi bunları mən ləğv eləmək istəyirəm. Fontun üzərində remove edirəm. Remove geri çəkir. Və yaxud üzərinə 2 dəfə klik edirəm. 2 dəfə klik edirəm. Hamısı ləğv olunmuş oldu. Gəlirəm burada OK düyməsini vururam. Və heç bir komanda qalmadı. Bir dənə zəhmət olmasa fikir ver. Heç bir komanda qalmadı. Aydındır? Bəli. Quick Access Toolbarımız artıq bizim üçün boşdur. İndi biz onu fərqləşdirə bilərik. Bəli. Gəlib burada 2 dəfə klik etsəm nə baş verəcək? Sol tərəfdə 2 dəfə klik etsəm nə baş verəcək? Proqram bağlanmış olacaq. Hal-hazırda mən bax ekranda bütöv ekran görürsən məni. Proqramımız bağlanmış olacaq. Üzərinə bir dəfə klik etsən, bax bu üçbucağın, Quick Access Toolbarı. Mən burada gəlirəm, əmrlərimi fərqləşdirirəm. Baxın, New əmrini ekrana gətirdim, Open-u ekrana gətirdim, aydındır, Undo-nu ekrana. Undo nə deməkdir? Undo Redo. Bunların qısa yollarını bilirik. Undo Redo. Bax bu Undodur, bu Redodur. Undo. Undo'nun qısa yolu Ctrl plus Z-dir. Sonuncu əməliyyatı ləğv edir. Bəli, dala qaytarır, ləğv edir. Bir də var Redo. Redo əmri isə Ctrl plus Y-dir, yenidən bərpa edir. Yenidən bərpa edir. Aydındır, yenidən bərpa edir. Bu qədər. Ümid edirəm ki, bu hissə aydındır.